Salam Avtobox izləyiciləri, yeni bölümümüzdə hər birinizi xoş gördük. Bugünkü bölümümüzün qonağı hamımızın əmisi kimi tanıdığı Emindir. Emin, xoş gəlmisən. Xoş gününüzə gəlir qardaş. Çox sağ ol ki, dəvət elədiniz. Xoşdur. Uğurlarınız ilk növbədə bol olsun. Həqiqətən Allah köməyiniz olsun ki, yəni dəvət elədiniz. Sənə çox sağ ol ki, dəvətimizi qəbul edib gəldin. Yəni bəzi şeylər var ki, burada işıqlanır. Bəli. İzləyicilər çatdırılır ki, hansı ki biz bu yöndə çalışırıq. Niyə bəs əmisi adı? Deməli, hardan başlayır, hardan gəldi? Mənim adım Emindir, bir daha təkrar edirəm. 2017-18-ci illərdə 39 almışdım. İndi imkan olar şəkillər falan filan göndərirəm, onları da yerləşdirəsiniz. Hikmət Usta ilə tanış oldum. Buradan Mesal Qaraca salam olsun. Hikmət Usta. Hikmət Usta ilə yaş fərqimiz var. Amma yəni çox da deyil, az da deyil. Yəni ona hörmət olaraq, yəni mən ona əmisi deyərək müraciət edirdim. Sağ olsun. Elə oradan dedim ki, əmisi girdi mövzuya. İndi hamı şəhərdə yəni əmisidir və yaxın dostlarım, sevirəm, ailə üzvlərim deyir, əmisindən, əmisi kimdir bildir. Və deyirəm ki, mənəm. Yəni narahat olmayın, hər şey yaxşıdır. Amma Emindir bu arada. Buradan da məni izləyən, icazənizlə görən, salamlayan, hamıya təşəkkür edirəm. Həqiqətən yaxşı ki, varsınız. Bizi izləyirsiniz. Davam eləyək. Davam eləyək. Çox gözəldir. Girişlər, çox bəyənirəm həqiqətən də. Deməli, Emin, belə başlayaq da. Tuning aləmində özünü necə bir şəxs kimi görürsən? Nəsə eləmişsən, eləməmişsən həyatda? Yəni belə aləmdə nələr sənə nail olmusan? Dostlar qazanmısan, geniş izah verəm. Əzizim, hər bir maşını yığmışıq. Bundan əvvəl Sovet maşınlarımız olub, düzdür, illərə görə. O vaxt Sovet modda idi. Hər bir dövrdə maşın sevgimiz olub və o illərdə hansı bir dostlarla tanış olmuşuq. Günü bu gündə bir yerdəyik, deyirik, gülürük, məsləhət alırıq. Hər kəsin öz zövqü var, məsləhət verənlər var. Və bizim bu dostlarımızın sayəsində, yəni çevrəmiz var. İndi biz gələcəyik Hyperdrive tərəfə də, orada hamıya salam olsun, uşaqlara da, adminlərə salam olsun. Yəni, məsəl üçün, orada biz bir yerə tanış olmuq. Belə hamı bir-birini qiyabi olaraq tanıyır. Amma əyani olaraq hər gün desin, görsün, yəni o evətləri gedərək, bir-birimizi tanıyaraq, mehribansızlıq yaradaraq, yəni biz bir yerdəyik, hamı olaraq. Yəni də bir kampaniya şəklində səmimiyyət qurulur. Əlbəttə. İnsanlarla yəni həqiqətən dostluqlar yaranır, yoldaşlıqlar yaranır. Bəli, günü bu gündə elə tək maşın olmasa belə otururuq, deyirik, gülürük, çay içirik. Yəni eventdən qırağa, eventdən özün də orada olmusan. Yox, düzdür, əlbəttə ki, hamısı olur eləyir. Ümumiyyətlə mən deyərəm ki, ən səmimi yəni kampaniya, qrup şəklində olaraq ancaq Hyperdrive, yəni bu dəqiqə. Bəli, bu dəqiqə. Öndə gedən mən üçün odur ki, bəli. Çox səmimi insanlardır həqiqətən, elə bil ki, yığma bir komanda kimi. Və hamı bir-birini, əzim bir sənədə orada, yəni bizim yəni sən misal üçün hansı bir sahədə işləyirsən, mən məsələn aşpazam. Yəni bizim bir nöqtəyimiz var, bir hobbimiz var ki, avtomobil sferası. Yəni orada hamı yəni o işi zadı falan filan qoyur Unudur, amma maşınla danışırıq. Məsələn sevinirik, filan şey necə eləyək, köməkləşirik bir-birimizlə paslaşaraq. Yəni biz nəsə öyrənirik bir-birimizdən, nəsə. Yəni bəs ikinci sualım da odur ki, maşın sevgisi, yəni də bu avtomobil sferasında sevgi, giriş hardan yarandı, hardan əmələ gəldi? Uşaqlıq dövrlərimizdən balaca maşınlar alırdıq, yəni özümüz sürürdük evdə və yaxud pırtlı maşınlar. Oradan da yəni sevgimiz yarandı. İlk maşınımız da ki, yəni 07 olub 2010-cu illərdə. O vaxtı yəni 07 elə bir ki, indiki, yəni 18 yaşlı insan üçün nə ola bilər 2010-cu ildə 07 salafan. Və 3 il, 4 il yəni belə sürərək, indi hərənin öz zövqü var da, yəni o vaxtı biz də böyüklərə, bizdən yaşlılar böyüklərə baxırdıq. Kimsə misal üçün xamilyon dövrü var idi, hamı xamilyon şüşə varırdı, nə bilim, o vaxt elə periodok falan filan söhbətləri yox idi. Var idi, yəni mənim sferamda, mən təzə girmişəm deyə, yəni görməmişəm, eləməmişdim. Yavaş-yavaş aparaturamı deyim, o kompası falan, çexi zadı, yəni görə-görə zövqlər dəyişər. Yəni misal üçün filan kəs filan şey eləyibsə, mən də bir
başqa bir tərz olaraq da, yəni hər birinin zövqü var. Düzdür, hansısa bir səhvlər eləmişik. Yəni bir maşını və yaxud nəsə 4 dəfə fara dəyişmişik, axırda ürəyimiz istəyənə gəl çatmışıq. Yəni bu olub. Sonra illər keçdikcə, yəni maşını dəyişirsən, yəni zövq olaraq yığırsan, qutarırsan. Sonra keçdiyin 11-ə, Niva'ya, Grandeur-a, sonra keçdik 39-a və sonra gəldik buna. Və bu illər ərzində yenə dediyim kimi hamı dəyişir, zövqlər baxırsan, o vaxtı elə də YouTube və yaxud yox olmayıb, olsa belə yəni bilməmişik, girməmişik, ölkədə sosial şəbəkə az idi, belə çox az idi və ətrafda telefon falan filan çox zəif, yəni internet yox idi, yəni zəifçilik idi. Düzdür. Amma ADSL kartı ilə falan filan yükləyirdi evdə, kompüter olur. Yəni görür, şəkillər nə zətdə abi, yəni o vaxt Sovet dövrü idi də. Sonra 2015-16-dan sonra dəyişildi. Biz yenilənirdi. Yeniləndi. Bəli, yeniləndi. Maraq da yəni belə maşınlara belə maşınlara yarandı ki, daha da yəni o sevgimiz var, Sovet sevgimiz var, amma biraz daha da həm uşaqlara və yaxud bizdən yaşlı balaca insanlara da göstərir ki, yəni tuning necədir də? Yəni tuning var ki, misal üçün elə bir insanlar var ki, 5 manatlıq misal bir lampoçka alır, qoyur. O çox gözəl yaraşır. Sen misal üçün hansısa hər yerə M və yaxud AMZ var da, yəni hər insanlar. Hərən düzdür öz zövqü var. Amma məncə sadəlik daha gözəldir. Mən belə düşünürəm. Auditoriya tərəfindən bəyənilmə şeyi var da. Məsələn, mən durum yığım spoiler 2-dən üst-üstə qoyum, gəldim deyim ki, maşın tuning eləmişəm, amma görünüş var. Amma 90% pisdir, 10% yaxşıdır. O cür zövqdən məncə çıxır. Yəni cəmiyyətin baxış tərzi var da, hansı ki onu bəyənməlidir. Tək öz fikirlərimizlə getmirik. Bizim zövqümüz bəyənilir deyə o nöqtə, yəni biz necə məsələn professionallaşırıq. Buyurun, belə deyim. Ondan sonra bəs bu maşında neçənci ildə almısan maşını Emin? Bu maşını təsadüfi aldıq. Sağ olsun yenə Hikmət Usta, Fəxri abi. Deməli 2020-ci il idi. O vaxtlar pandemiya dövrü idi. 6 il düşəcək. Hə, nəsə işləyən Hikmətdən mənə zəng gəldi ki, bir maşın var. Mən bundan qabaq Hikmətin maşını sürmüşdüm. 46-sı var idi Hikmətin. Və Bənövşə rəngli olan. Bəli. Məndə oldu, yəni bir müddət sağ olsun. Sürürdüm, eləyirdim, yəni 39-u sürürdüm, yəni mən müqayisə olaraq deyim. Məsələn 39-u sürdüm, 3 motor M54 idi. Çox qəşəng maşındır. 39 sevənləri almalıdır. Amma yəni yaxşısını alsa, yəni yaxşı maşının ümumiyyətlə fərqi yoxdur. Qiyməti yaxşı olur. Sən onunla çox oynamırsan, eləmirsən. Yəni bir qismin dəyişirsən öz zövqünə görə və o 39-la bağlı 46-nı aldı. Hikməti sürü maşını sürdüm. 2.5 idi. Ondan qabaq 1.9 idi, 2.5 idi sürdüm. Sonra 3 qoydu, 3 motor qoydu, sürdüm. Gördüm ki, hə bu məsələn 39-a daha yaxşıdır. Niyə? Bu manevrli maşındır. Amma 39, yəni yelləndisə onu saxlamaq olmur da. Yəni indi bununla o müqayisədə söhbət gedir. Nəsə, ilk Hikmətə daha kompaktdır da belə. Bəli, bu kompakt, bu manevrlidir, belə deyək. Məsələn Hikmətə demişdim, Hikmət, yəni imkan olsa, yəni plan olaraq 39-u satmışdım. Plan olaraq istərdim ki, 3 motor mexanika, 46 istəyərəm. Amma qismət Allahdan da. Mən polibon bilim o vaxt dövründə 2.2-lər daha çox idi. 2.2 də yəni mənim fikrimcə 46-ya çox azdır. Çünki kondisioneri qoşursan, eyni yağ tökürsən, eyni benzin sərfiyyatı 1-2 litr olur da arasında plus minus. Amma o giyini ala bilmirsən, o zövqü ala bilmirsən. Məsələn Hikmət bir günləri yığdı ki, maşın var, işdən çıx gedirik. Nəsə işdən sağ olsun icazə verdi. Getdim, baxdım. Deməli dostumuz sürdü. Açığı mən Hikmətdəki olan, hələ mən maşını sürməmişəm bunu. Hikmətin maşında olan o zövqü mən ala bilmədim. Dedim Hikmət sən bir dənə sür. Hikmət sürdü, gördüm o ki var. O istədiyim var. Nəsə maşını aldım. Maşının o vaxtı metalik rəngi idi, yəni samovar rəngi idi. Qırağında yazı falan filan var idi. Orxan adlı almışım. Ona da buna salamlayıram. Aldıq. Alan günü nömrəmizi qoyduq. Bu nömrə 2013-dən məndədir.
nömrəmizi qoyandan sonra səhəri günü, hələ həmən gündə şüşə sağ tərəf şüşə düşdü aşağıya. Nafazda başladı da. Şüşə heç nə eləməmişəm də, yəni abi heç nə. Yəni benzin vurub gəlmir Hikmətin yanına. Şüşə düşdü, sağ olsun Hikmət onu düzəltdi və belə biz proyektə başladıq. Ümumi bu maşının üzərində çox əziyyətimiz, yoxsuz gecələrimiz olub. Və biz bunu ilk növbədə nə istəyirdik? Mən o vaxtda 2020-ci ildə elə bir rəng istəyirdim ki, ən azından 46-da bu rəngdə, ölkədə 46 olmasın. Bir-iki dənə rəng tapdım xaricdən falan. Sağ olsunlar, vermədilər yenə də kodunu falan. Orada özlər, misal üçün, bir bankan alıb kraskalayasan, bu bankan alıb kraskaladıq biz. Amma orada məsələn 100 qram ağ kraskadan, 100 qram sarı kraskadan. Bu kraskadan hazır vədə gətirir. Yəni o da hər adam onu suzdurmalıdır, millimetrovka söhbəti falan filan və biz bunun rəngini təyin eləyəndən sonra başladıq disk axtarmağa ki, niyə? Biz birinci diski arxa krullara bir balaca yüngül raskatka eləyək, sonra rəngləyək. Və biz bunu rənglədik. Səfərimizdə bir 3 ay içində, yəni maşın qolu, videolar var Hikmət Ustanın səhifəsində, qolu söküldü. El insanlar var, maşının motorxanasının, bagajın içini və qapı içi kraska, biz onu da elədik. Hər şey söküldü, hər şey. Və biz bunu kraskaladıq. Maşının rəngi Miami Blue gedir. Biz kraskalayanda bu rəngdə yox idi ölkədə, 46 ən azından, nə də 36, yəni BMW yox idi. Darıcalıq var idi. Ondan sonra indi baxıb eləyiblər, yəni problem deyil, qəşəng də yaraşır. 6 ildir, yəni maşın məndədir. Qaraj şəraitini saxlayıram, işdə qaraj, evdə qaraj, çöldə saxlamıram. Biz bunun hər bir şeyini, qardaşım, yəni lipidi, nə bilim, patpresdi, hər şeyini dəyişdik. Orijinalını qoyduq. Sadəcə olaraq biz kraskalayanda o vaxtları yan güzgüləri orijinal yox idi deyə biz yəni kraskalaya bilmədik və tapmadıq deyə qoya bilmədik. İndi də günü bu gün də okey tapa bilərəm var. Prosta indi mən düşünürəm ki, rəng seçiləcək deyə bir ton belə seçiləcək. Ona görə eləmirəm. Biz bu maşında deməli nə elədik əzizim? Ümumi xadaboyunda yəni hər bir şey dəyişdik. O ilk olan şeylərdən biridir. Əsas gedməyidir. Gedməyi, yəni CHP motor, 3 motor M54 CHP motordur. ZF korobkadır. PAO kollektor qoymuşuq. Quluş jasmadır. Amma hər bir şey maşının üzərində nə varsa qayda qanununa uyğun yığılıb. Nə artıq nə isə. Hər şey qayda belə keçməmə şərti ilə. Və biz yığdıq, nə bilim, zövqümə görədir. Kimisi deyir, misal üçün, Angel yaraşmır, yəni biz eləyəndə o vaxtlar Angel daha qəşəngdir. Mən də düşünürəm ki, yəni bu Angellə qəşəng yaraşır. Arxa stoplarımızı dəyişdik, diostop qoyduq, tapdıq qoyduq, çətin tapılırdı və gəlmirdi. Pneumamız qoyduq, air suspansiyon, air magicdən qoyduq. 4 konturdur, 2 kompresordur. Yəni 4 kontur hər hava ayrı, hər təkər ayrı-ayrı qalxır, hava verir. Həm salondan, həm portdan idarə elmi olur. Zövqümə görə salonda bəzi dəyişikliklər eləmişik. Məsəl üçün maşını sportivni mövzuya uyğun sol tərəfdə yəni datçiklər qoymuşuq. Suyun datçikidir, voltmetrdir, yağın təzyiqi datçikidir. Vaxt nəzərət olunsun deyə. Bəli. Hamısı işləy vəziyyətdədir, amma misal üçün maşına əks təsir göstərmir. Və stage 2 yazılıb, yəni mənim fikrimcə, yəni pis də getmir. Çünki yəni mən bununla yəni falan filan sürülüb o vaxtları, yəni o biz yığmamışdıq. Yəni metalik rəngdə olanda biz onun kraskalarında eləmişdik, yəni sürmüşəm, yəni çox gözəldir. Getməyi var, əzim, çox qəşənglə gedir. 2.5-dən 2.2-dən çox fərqlənir və hamıya məsləhət görürəm ki, 46 almaq istəyirsinizsə, minimum 3 M54 alın. Ürək istər ki, mexanika olsun. Sonra biz buna raspolka düzəltdik, arxa qabaq olmalıdır, bakavimləri qorumaq üçün. Maşın duruşun qoruyurdu o belə deyək. Əlbəttə, dönəndə çox fərqi var.
Kimisi deyir ki, misal üçün air suspansiyondansa coilover. Məndə 39-da coilover olub. Coiloverin mənfi xüsusiyyəti nədir? Yəni tramplin və yaxud hansısa bir nəsə bir keçid olanda, yəni lejaki polikeski olanda sürtür. Yəni mən maşınımı bərk gedir və yaxud maşınımı incilməmişəm mən. İstəmirəm də incidim. Və heç kimə məsləhət görmürəm ki, yəni maşını incitsin. Düzdür, yəni trekdə falan bu maşının əzizim, mən bu maşını yığmışam dekora. Yəni mənə xoşdur ki, qıradan baxıb hansısa bir insan, yəni bəyənmək, yəni like və yaxud maraqlanırsa, bu mənim üçün yəni çox bir böyük zövqdür və mənim kimi insanlar, yəni çoxdur. Bizim ətrafımda Hyperdrive-da olsun və yaxud başqa qıraq klublarda olsun, yəni biz ancaq dekora işləyirik əzizim. Təmiz olsun, görünüş olsun. Görünüşə işləyirik, yollarda heç bir maneə, heç kimə problem yaratmarıq da. Biz elə insanlar deyilik. Biz sadəcə olaraq sevgimizi vermişik avtomobilə ki, biz bundan, yəni sevdikdə biz yaşayırıq bundan. Düz, çox gözəl danışdın Emin. Bəs yaxşı, maşında bu qədər şeylər eləmişsən. Tuning olunub, pneumatik təşəkkürlər kimi hər bir şey dörd-dörtlük yerindədir. Bəs sən öz düşüncənlə, öz fikrincə maşında hər şey nail olmusan, yoxsa hələ əksiklər var? Əzim, qıraqdan baxanda, yəni belə deyək də, misal üçün şəhərdə çoxdur və yaxud videolar çoxdur ki, maşın gedir və yaxud dayanır. Yəni hansısa bir çepesi varsa belə, o görükmür. Onu kim görür? Maşının yiyəsi görür. Misal üçün, burada daş dəyib, kraska atıb, onu görükmür o. Yəni, mənim fikrimcə, yəni, biraz var, qalıb, yəni, istəyən hələ o nailə çatmamışam da, yəni. Çünki qıraqdan baxana 4 dənə disk qoyub, krem var, kraska, heç nə yoxdur, elə deyil. Yəni, avtomobil yığmaq, hamımız yığanlar var, görənlər də var. Yəni, çox çətindir, həqiqətən. O, zapsası sifariş eləyirsən, zapsas gəlir, o, orada düz gəlmir, tapırsan. Yəni, mənim fikrimdə, yəni, hələ ki çatmayıb bura. Yəni, 90% mən missiyamı yerinə yetirmişəm. Belə deyim də, avtomobil bütünlüyünün görünən və görünməyən tərəfləri var. Görünən tərəfləri hal-hazırda gördüyümüzdür. Görünməyən tərəfləri bizim çəkdiyimiz əziyyətlərdir. O heç, o heç. Hansı ki, bəli motorxanada olsun, bunun nə bilim adi bir şurufunu tapmaq üçün ölüxanaya gedib saatlarla gözlədiyimiz vaxtlarımız olur. Tapa da bilmirsən heç. Ya tapırsan, ya tapa bilmirsən, qalır səhərə, səhər işindən gücündən olursan, gedib ac qalırsan, yuxusuz gecələr olur. Valla onu hər ümumiyyətlə deyir, belə bir məsəl var ki, deyir qıraqdan baxana qıraqdan baxana dava xoş gəlir. Yəni qıraqdan baxır, deyir hə bu belə də, yəni buna asan gəlir ki, yəni bunu 10 gün eləmişəm. Amma bunun o pərdə arxası əziyyətlər var ki, hansı ki, onlar hər adam görmür. Yəni bunun salonda olan işləri, peçi buraxır, onu düzəldirsən, bunu düzəldirsən, bu olmur. Bunu qazanmaq üçün bu olmalıdır, bunu keçməlisə sonra olmalıdır. Hamısı bir şərt dolanır. Ona görə də avtomobil tuningi heç kimi asan gəlməsin. Heç kimə belə qıraqdan baxan kimi nə var ya, bir 4 dənə disk. Valla gördüyünüz tərəf odur. Gördüyünüz tərəfə bunun bu disk təkəri pneumasında heç görmürsünüz. Toz pasatkadan bilirsiniz ki, pneuması var, ya coiloveri var. Yəni nə bir güzgüsüdür, nə bilim bir iki dənə bəzəyə-büzəyədə bunları görürsünüz. Amma bunun axı pərdə arxasında var. Bunun təkcə əziyyətləri var. Adam var ki, 4 ilə 5 ilə proyekt. Amma çıxardır efirə ki, sən bir üzdən görsən yoxdur. Hə, disk qoymusan, biraz salonla gəzdirmirsən, biraz kraska. Demir ki, bunun motoruna çəkilən xərc, çəkilən əziyyət heç bir, yəni 90% maşın çəkilmir. Alan nə edir? Məsələn, maşınla normal A nöqtəsi B nöqtəsinə getmək üçün motoru yığır, qoyur maşının üstünə, heç sövrür. Heç 3 gün getmir, 3 gündən sonra motoru qoyur, sövrür. Amma sən onun zatı tapmaq üçün adam var, heç burada tapa bilmir. Zəng gelir, o yandan gəlir, xaricdən gəlir. Burada bir şey tapırsan, 5 şey tapmırsan, onu yondurursan, bir şey düz gəlmir. Hamısı bunların əziyyətdir, heç kim asan gəlməsin. Vallahi, yəni burada da ki, belə məsələn bu layihədə, bu verilişdə ki, əziyyətlər danışır. Yəni oturum, gedim maşını hazır alım, gəlim deyim ki, mən burada nə bilim nə eləmişəm, mən də çıxmışım efirə, elə deyil. O deyir, bir şey var da, deyir nələrsə, kimsə olmaq üçün nələrsə verməlisən həyatına. Qurban verməlisən. Qurban verməlisən. Yəni sən vəziyyətlər çəkməlisən ki, bugünkü gündə
Sən bunlar danışmağa da dilin olsun. Yəni çox adam gedir belə Hazır maşın alır. Hə, alır hazır maşın. Çox adam da gedir bazarda 1-2 dənə barmaq eləyir. Ben onu dedim de, ben onu dedim de, M yazılmaqla değil. Yani sen 2 manada bir elə bir şey ala bilərsən ki, maşının zövqü, maşının duruşu tamam başka bir şey ola bilər. Yəni sən o deyil. 4 dənə qulu işli qoyasan, düzə hər hansı zövqü var. Amma mən düşünürəm ki, sadəlik gözəllikdir. Bəli. Adicə, əzizim, adicə misal üçün 39-da, yəni coilover qoyanda bilirsən ki, orada yəni 0-1 belə maşının əyirliyi göstərir. Mən Hikmətin Binə o plakada bir yəni. Burası belə, burası belə. İnanırsan, yəni adam yorulur. Amma nəticələrə baxırsan ki, ürəyim istəyəndir. Öncədən sonra bəhrəsini verir də. Yəni sənə zövq verirsə, yəni bu aşağıda sürmək və ya yuxarı sürmək. Yəni mən o qədər 39-u yerə indirmişdim ki, abi qaraja girə bilmirdim. Yəni böyük bir yerdə, yəni qaraj nədir ki? Taxta ilə girirdim abi. Elə bir sovet sürürəm. Yəni o vəziyyət. Amma mənə ləzzət eləyirdi, bildin? Taxta qoyuram, düz deyə əziyyətdir. Allah mən niyə belə elədim? Mənə lazım idi. Amma zövq, yəni hobbi olan bir şeydir də. Hər insanın bir şey, mən həmişə vurğulayıram onu. Hər insanın bir şeyə zövqü var, bir şeyə marağı var. Adam var, nə bilim, quş saxlayır evində, adam var dənizdən keyf alır. Adam var bağbanlıqdır, bitki ilə məşğul olur. Adam var, nə bilim, balıq tutur. Yəni durursa var, dostum var, balıq tutur. Hətta valla mən məsəl üçün mənim fikrimcə 5-də saat 5-də durub balığa mən heç vaxt getmərəm. Mən bir dəfə gedərəm bəlkə də ki, görüm bu nədir? Hə, elə belə görməyə çıxmaqsın. Yəni 5-də durub gör də onun marağa hobbiyə bax. Deyə bilmərsən ki, sən niyə yox haram qatırsan, gedirsən 3 dənə balıq yedin bazarda. Tutmursan. Hətta tutmursan deyirsən onu. Bəlkə tutursan da o sənə tutsun vəbşə gözəl vibe verir, amma tutmasan da yenə getdin o dedi təşkilun da. Getdim. Amma sən məsələn adi bir qıradan bir adam deyər ki, gedir bazardan balığı yedər. Niyə bunu necə çəkirsən? Mən məsələ deyərəm, amma o bu da onun üçün bir şeydir də qardaş. Yəni bu da bunun hobbisidir. Bu da buna ümumiyyətlə cəmiyyət hörmətlə yanaşmalıdır. Əlbəttə. Hər insan görüb məsələn sən niyə bunu yığdın? Niyə bu qədər bir tək pul tökürsən? Bu niyə yerdə gedir? Bu niyə yerdə gedir? Təkərləri mən biri yerdə demişdi ki, təkərləri əyri, sən bilirsən. Deyirəm ki, yəni o bir 4 ilə sürüdüm də. Deyirəm ay dayı, narahat olmayı bilirəm, bilirəm. Bu qalxmır deyir. Sən bunu sürür, bu sürtmür, eləmir. Yəni biz bilirik də, yəni düzdür, indi o vaxtları olmayıb belə bir şeylər. Yəni bizim ölkədə olub bilsən olmaz, amma indi şükürlər olsun ki, yəni şərait yaradırlar, imkan verirlər ki, yəni biz pisliklə məşğul deyilik. Biz sevgimiz gözəl bir hobbidir. Valla çox gözəl bir hobbidir. Ancaq yəni vidədə, yəni əzizim, efirə, vidə, sərgiyə işlədirik. Yəni görəcəksiniz, yəni biz buradayıq. Yəni tək mən yox, hamı olaraq. Elə bir tədbirlər olub ki, əzizim, yəni orada misal üçün də, yəni bundan çox qat-qat büdcə olaraq maşınlar olub. Yəni okeydə, yəni burada da getdi, sport karlarda. Amma hamı gəlib misal üçün bizim maşınlara baxırdı. Yəni ki, əziyyət var üstündə. Bu nə? Başı çıxan adam bir adam bir əziyyət var. Bu necə oldu? Nə qəşəngdir? Bu rəngi nədir? Bu harası nə? Bu disklər nə disklər? Adicə diskləri, yəni ölkədə çox az tapılır bu disklərdən. Yəni orijinal BBS, RS və ya 701 səhv RS gedir. Yəni 46-nın yəni əyinləri. Məndə ağır disklər var idi qabaq. O vaxtı abi tapa bilmirdim diskdə. Yəni istəmirdim. İndi biraz çeşidlər çıxıbdı məndə. İndi hə, o vaxtlar yəni 2020-də idi. Nə var idi abi bir sənə idi. Yəni mən risk eləyə bilmirdim ki, bunu misal üçün xaricdən gətirəcəm. Güvənmirəm. Sən olasan bildim, güvənilən adamlar yox idi ki, narahat olma mən gətirəcəm. Deyən yox idi. Ona görə də misal bəziləri bundan üst səviyyə, F səviyyələri olanda hamı yəni sözüm bəlkə də pis çıxar. İnkubator kimi eyni. 4 quluşu deyil, eyni distəkər falan filan. Yəni o deyil də bura. Yəni bir dəyişik də, yəni hər düz öz zövqü var. Yenə də deyirəm, amma zövq o zövq deyil də. Eyni şeyə baxıb kopyalat eləmək, eyni yəni zövq deyil o. İnsan biraz özündən fantaziya kəşf eləyər, cümlə diskətə belə fərqlənmək lazımdır, oxumaq lazımdır, bilmək lazımdır. Bura mövzu da budur. Bəs budur da. Adicə bir xarici ölkələrdə baxarıq tuninqlərə də, maşın bayaq mən deyirəm ki, hətta dənizdə qırağında qəşəng maşınlar düzülüb baxırsan ki, heç bir maşın bir-birinə oxşamır da. Fərqli tuninqlər, tuninq olmuş maşınlardır. Baxırsan o ayrıca maraqlıdır. Bir maşından qutarıb bursuna keçə bilmirsən. Yəni hələ buna baxırsan, ona bax. Amma məsələn burada baxırsan indi biraz bu illərdə biraz belə deyək, inkişaf eləyib tuning belə deyək. Əvvəl amma baxırdın ki, o elə, eyni, bu elə. 5 maşına baxırdın, bilirdin ki, 9 temasında maraqlı gəlmirdi. Amma indi baxırsan ki, biraz artım var. Disklər fərqlənir, fərqli disklər gəlir. İnsan özü də öz zövqü də vacibdir ki, o zövqündən bəyənib nəsə maşını eləsən. O və yəni adi bir söz deyirlər ki, məsələn bir dənə distəkər qoymusan, pasatka vermirsən. Siz bilirsiniz ki, adi pasatkanın distəkər qoymağın nə qədər çətinliyi var. Təkər razı tapa bilmirsən abi.
o fitmeni tutuzdurmaq üçün insanın günü gedir, saati gedir, nə bilim, ömrü gedir, az qalırsan, onu tapırsan. Ustaın yanında dost dost ustalayan onu tap, bunu bu təkər buna düz gəlmədi, buna sürtdü, buna elə onu tutuzdurmaq üçün nə qədər əziyyət vacibdir. Yəni distəkər qoyub pasatka vermək o deyil. Pasatkanı vermən özü də bir o şey tələb edir. Pnevma qoysan o diskona sürtməməlidir. Düz verməlisən, təkərlər razı. Maşın sürəndə vanlaya düşəndə o kırılanı əzməlidir. Əzdirsə bu da əziyyət çəkirsən. Buradan partlasa təzən yenə kraska azad. Hamısı əziyyətdir bunların. Yəni olmaz. Ona görə heç kimin əziyyətinə yəni göz baxmaq olmaz ki, yəni əziyyət. Yəni soruşur, gəlirsiniz, yaxınlaşırsınız, razıyam. Soruşun ki, bunu necə eləmisən? Mən də belə bir şey eləmək istəyirəm. Bu başqa. Olsa sürtmür, bu dəymir, bu qırılmır. Sən necə sürürsən bunu? Belə suallarla insanları bezdirməyin. Ən çox da belə maşın yığıb sürən insanları, o insanlar onu rahat tapır. Yəni sən durub gedib deyəməsən balığı rahat eləyir. Balığı sən necə tutursan bunu? Balığı nə atsan tutursan? Yəni belə biraz bir yerdə sual çıxır da. Yəni məsələn əziyyətini soruş, necə olur? O da maraqla sənə onun başa salacaqsan olsun. Əlbəttə başda biz də buna görə çalışırıq ki, qardaşım soruşsunlar. Bəlkə bizim də bilmədiyimiz bir şey var, öyrənmək rahat. Yəni ayıb deyil. Əlbəttə. Öyrənmək ayıb deyil. Yəni mən özümə acizə məsələn biz bir insana bir şey öyrədəndə deyəndə bizim özümüzə də xoş gəlir ki, bundan mən nəsə öyrəndim. Köməklik lazım olanda belə biz maksimum dərəcədə köməklik eləyirik. Düzdür, bəzən olur ki, yəni vaxtımız olmur baxmağa, çünki iş əsnasında. Amma yəni hamıya hansısa bir səhvi biz eləmişiksə, o səhvi eləməməyə görə biz deyirik. Yəni eləməyin. Mən eləmişəm, sən eləmə. Yəni belə. Yəni o da elə bir şeydir ki, tunikdə, yəni maşını nələrsə eləyirsənsə, birinci səhv. Yəni biz belə çıxmasın, uşaqdan bir şey öyrənməmişik deyə bunu öyrənmişik. Biz də nələrsə bu səhv qoya-qoya eləyə o şeyə gəlib görmüşük deyə biz pişmişik bu işin içində. Bəli. Ona görə soruşanda da ki, bizdən soruşun deyə gedib öz başından məsələn falan şey eləyib o cəmiyyət tərəfindən dışlanmıyım da. Yəni deməsinlər ki, bunu niyə belə elədi, belə hamı pis baxmasın. Amma 5000 pul vermirsən, nəyinə vermirsən? Nəyinə vermirsən? Adam var gəlir deyir ki, qardaş 5000 pulum çıxdı maşına, amma hələ bunun dəyəri tapılmır. Mən o tema söhbət çatmır da. Yəni ki, necə ola bilər? Yəni qardaşlar bunu 5000 pul xərclə, amma bunun dəyəri tapılmasın. Deməli sən öz səhlənkarlığındır bu. Aparsan yaxşı olmayan ustaların yanına. Usta da şərtdir. Usta çox böyük şərtdir. Əzim, yaxşı bir ustaya aparmaq lazım və bir maşına bir nəfər baxmalıdır. Yəni söhbət nədən gəlir? Misal xada boyundan. Sənə göstərirəm, o uşağı göstərirəm, o ustayı göstərirəm falan filan. Yəni düzgün deyil. Çünki hər ustanın işini bəyənməyəcək. Bu nədir? Açıq bunu kim eləyir? Bunu kim eləyir? Elə deyəcəklər. Deyəcəklər və deyirlər də abi. Deyirlər. Ona görə bir maşına bir usta baxmalıdır, maksimum dərəcədə və normal bir ustanın yanına getməlisiniz. Belə deyək. Mən eyni işi ikinci dəfə görmək istəmirəm bura. Yəni adam bezir, sən nə qədər həvəskar olsun. Adam bezir. Valla bir işi yepişdə və gördürəndə mənim çox vaxt tez-tez başıma gəlir. Bir starter alıram, gətirirəm, qoyuram maşının üstünə, deyir akasiyası bu Yaponkaymış, o günlərin maşını. Bunu götürüb onu sağ imiş. Təzədən o burada qaytarmışıq dala. Elvinə buradan salamlayıram. Elvin mənim 6 illik mənim Fətəli qarajda. Maşına baxan ustadır, çox gözəl ustadır. Allah onun canısı. O artıq getdi, başqa starter tapdı, getdi, qoydu. Bir işim mənim də zülmdə 2 gün maşın orada qaldı. O da əziyyət çəkir. O da çəkdi. Bir starter 2 gün aldı mənim. Amma normalda alım, qoyum, sürüm. Mən çünki bunun pulunu verirəmsə, mən bunun həll olmağını istəyirəm. Nə qardaş çox qutarsın. Hə, pul da verirəm. İşimdə sərvat olur. Deftalı tapılmır. Əsəbə çorlanır. İşindən gücündən də olursan, günündə gedir. Yəni asan deyil. Və deyirsən ki, niyə aldım? Adam belə şeylə bezir və adam var ki, bu şeylə başa düşür ki, bu olmalıdır, yox. Yəni hə, bezmir. Adam var ki, elə ikisi üçündə deyir, yox, mənni deyir, bu həvəskar, bu həvəsdur. Dedim ki, elə buradan başlayır həvəskarlıq da qardaş. Əziyyət elə buradan başlayır. Düzdür, söhbət şirini gedir, ardıcıl çox davam edir. Olsun, söhbətə gəlmişik. Bugünkü gündə yəni görürük ki, festivallar çox olur. Bəli. Tədbirlər daha çox olur. Hər ildən ilə artdıqca da maraqlıdır. Maraqlıdır və çoxalır. Sevinirəm. Necə bir səs bağışlayır sənə? Əzim, nələr bəyənirsən, nələr olsa yaxşı olar. Tədbirlərin olmağı bu o deməkdir ki, maraq artır, sevirlər, inkişafımız var. Bu mövqe çox gözəldir. Amma o ki qaldı, misal üçün da orada hansısa bir maşına dəyər verməmək. Misal üçün, sıfır bir maşın alırsan, gətirib qoyursan və sən orada belə deyil, top 16-ya, top 8-ə düşürsən. Yəni, mənim fikrimcə o deyil. Amma sən bunu sökürsən, əgər sən bunu bilirsən ki, misal bu maşın tarixçəsini bilənlər var,
və bilmirlər ki, biz bugünkü gündə bunu mövzu olaraq danışırıq ki, yəni biləsiz ki, biz nələr görürük. Yəni mən öz adımdan danışmıram, burada dostlarımız da var. Hamı əziyyət çəkir. Hamı sevir avtomobillərini, əziyyət çəkir və istəyir ki, misal üçün, mənim maşınım evimin maşınından daha qəşəng görünsün. Mənim üçün valla problem deyil. Rəqabət şirin rəqabətdir. Şirin rəqabət. Mən istəyirəm ki, yəni bundan da yaxşısını sizlərə qismət olsun. Valla yəni mənim imkanım, mənim zövqüm, mənim sevincim, yəni bunadırsa, mən bunu eləyirəm. Düzdür. Kim nə istəyirsə özü bilsin. Yəni gedirik məsələn bu gün də tədbirlərə ki, dəyərsiz, yəni necə dəyərsiz? Yəni filan bir qiyməti alıb, qoyub, o topan altı. Axı biz əziyyət çəkmişik. Biz bunun yoxsuz gecələrimiz olub. Nə bilim, knopka axtarmışıq, filan şey axtarmışıq. Mən bunun mostunu dəyişəndə abi tapa bilmirdim. Bunun mostu qısa idi, yəni belə deyil, 3 motora uyğun deyildi. Başqa bir mövzuya uyğun idi, yəni sürməyə görə. Mən bunu tam qayda qanunu tapa bilmirdim. 307 mostu tapa bilmirdim o vaxt. Söhbət 2020-dən gedir. Hər şeyi tapdıq, gətsizdirdi, ayrıca emparoklar var, çətin tapılırdı o vaxtlara. İndi var mal, məsəl üçün, zapsas çox gəlir, var gəlmir. Günü bugün, misal üçün, belə maşınların 46-da, 36-da və yaxud başqa bir Mercedeslərdir, zapsasları tapılmır. Və çox pis tapılsa belə məcbursan ki, yoxdur, qoy qalsın. Elə deyil də, yəni əgər sən bu maşını sıfırdan yığırsansa, yəni biz bizim kimi insanlar sıfırdan yığıb, yəni hər bir detalına biz diqqət eləməliyik. Azət eminlərinin rəngini, abi mən baha almışam. O vaxtlar yox idi, maşınımın rənginə uyğundur. Məsəl üçün, ayrıca var liflər qoymuşum, zövqümə görə. Kimi deyil, bu deyil. Məsəl üçün, bu biraz görünüş olaraq və başqa bir tərzdə, yəni bunu Hikmət usta qoymuşdu. Mən də bəyəndim, başqa bir şeydə, Hikmət başqa bir şeydə, mən bunu bəyəndim, qoydum. Qıraq, arxa ki, biraz da aşağı olsun. Disklər misal üçün, təkərdir, razmer tapılmır, ya olanda birdən çox olur, ya da ki tapılmır. Qalırsan ki, zapaska ilə fırlarsan ki, neyini? Mövzu da budur. Yəni, orada tədbirdə, okey də, kiməsə 16 bal verib, yəni sport karla gəlir. Mən bir söz demirəm ya, onlar da başqa bir, okey, o ayrı bir səviyyədir, bu ayrı bir segmentdir. O eyniləşdirmə düzgün deyil. Düzgün deyil, bu əziyyət çəkilən maşınlardır, bizim maşınlar. Amma o ayrı bir leveldir abi, yəni bunları ya da ki belə eləsinlər, mənim fikrimcə də, yəni superkarlar ayrı bir segmentdə olsun. Tədbir olsun, tədbir olar. Tədbir belə olsun belə, yəni onların məsəl üçün balları ayrı bir bal olsun. Superkarlar o üzrə, məsələn birinci yerə filan maşın çıxdı və ya moto üzrə filan maşın filan şey çıxdı. Bizim məsələn mosketlər var ki, Harley'lər var ki, yəni baxırsan ki, yəni okey də qaqam pul qoyub sürmür, yəni o xrom belə, yəni parıltısı belə mən də baxıram. Onun tuningi var da, yəni yığırlar. Tuningi var, yəni bir də var ki, məsəl üçün daha bahalı sport mosketlərdə, yəni onlar ayrı bir segmentdir. Bu ayrı bir, yəni orada ballaşdırma və ya dəyərləndirmə düzgün qaydada qurulmalıdır. Düzgün eləməlidir əzizim. 1-2-3 il bundan qabaq, yəni bayaq vurğuladım, yəni də vurğulayım. Yarım milyonluq maşınlara baxmırlar. Gəlib bizim maşınlara baxırlar. Mən zövq alırdım ki, yəni əziyyətə qiymət verən var. Biz misal üçün da, yəni 20 minə biz bunu partladırıq. Bu üst leverə gəlib çatırıq da, kim yarım milyon da bilir. Yəni biz eyni vəziyyətdəyik. Yəni eyni səviyyədəyik. Baxırlar. Bizə lazım ki, baxsınlar, soruşsunlar bizdən, kömək eləyək, nə bilim, məsləhət verək. Biz buna görə məsələn tədbirlərə gedirik, tədbirlərə baxırıq, maraqlanırıq, hamımız bir-birimizə soruşuruq. Hansımız tələ bir maşın alanda sevinirik ki, nə yaxşı aldın. Yəni inkubator kimi eyni şey almırıq biz və yox dəyişirik. Dəyişmək lazım. İnsan ideyalar olmalıdır, ideyalar, fantaziyalar olmalı ki, nələrsə özün eləməlisən, bunu sən eləmirsən, sən yadda qalasan deyə. Yoxsa hamıya baxıb nəsə eləsə, vallahi, yəni orada o vaxtda necə idi? Elə baxıb hər şey edirlər bir-birlərinə. İndi biraz fərqlənir. Ki, hər ein biraz fərqli düşünür ki, məndə olsun. Biraz düzəlmişik. O da ki, get-gedə bu tədbirlərin sayəsində sağ olsunlar ki, edirlər, o inkişaf var. O da o vaxtda tədbir olmurdu. BMK Azərbaycan idi. Olurdu, yəni belə mən sədiyimdə, mən bəli gedmişəm o tədbirlərə, 2017-16-da olanda gedmişdim. Yəni belə deyim də, belə bir maşınlar, söhbət indi məsələn 46-dan gedirsə, mənim maşınım, zövqlü maşınlar yox idi, var idi, Kaylova idi. Yəni pnevmalı maşınlar çox az idi və yaxud var idi, qarajda qalırdı, çıxartmırlar tədbirlər. Çoxsa qüslər üstündən yığılmışlar idi, qüslər üstündən, özün görmüşdün də.
Tayvan o heç öz yerində, amma Qustar üstündə sonra interkule soxmuşlar, 2 dənə şunu taxmışlar. Yəni buranın faran birini çıxarmışlar, nəsə oradan çıxarmışlar, belə şey eləmişlər də. İndi görsən hər şey zövqlə yığılır. Əvvəl ancaq sırf xulqan stilli, nə bilim o stillərdə, yəni belə bir şey, zombi kimi bir maşınla yığırdılar. Mən görmüşəm evətlərdə, çünki fikir vermişəm. Adi 34-ün biri də vardı, sol 813 var idi. Böyürlərində belə akula dişləri vardı, belənçilər eləmişdilər. Metalik rəngdə. Hə, O üzərin maşını olub. Hə, Üzeyrin maşını olub, o vaxt hə. Hə, qardaşım, yəni mən çox istərəm ki, həqiqətən tədbirlərimiz və bizim cəmiyyət gəlsinlər, baxsınlar. Yəni biz xaricə getmişdik. Xaricdə daha çox maraq var abi. Yəni hələ biz Rusiyaya getmişdik. Çox maraq var. Yəni Fərqli. Qıraqdan baxırsan, yəni çox ləzzət alırsan. Yəni zövq alırsan ki, nə yaxşı baxanlar var. Böyüdən tutmuş kisiyə kimi. Yəni hamı baxır. Et kakzelli, bu necə eləmişsən falan filan. Yəni bunu belə elə, səhvimiz varsa belə bizə deyirlər. Bunu orijinalından qoy. Bu orijinal deyil. Yəni zövqlər biz yeni müxtəlif. Daha çox yəni maraq olur. Çox maraqlıdır abi. Bu tuning işi, mövzu bu sənədə əzizim. Oxuyub öyrənmək gedirsən. Məsəl üçün sən BMW diskisini məsələn Mercedes-ə necə qoya bilərsən? Nə eləsə də bildiyin insan var ki, sevir də məsələn bu BMW diski sevir, istəyir Mercedes olsun. Necə qoya bilərsən? Nəyisə dəyişməlisən, radiomotorovunu dəyişməlisən falan. Yəni bunlar oxumaq lazımdır ki, biləsən nə etmək lazımdır. Məlumatın olmalıdır 100%. O kolxoz kimi götürüb oradan ora buradan bura onu yığmaq düzgün deyil. Amma düzəlirik. Şükür Allaha ki, bəli. Keçmişə baxanda, yəni, bugünkü ildə. Yəni 3 il bundan qabağa baxanda yavaş-yavaş abi, həqiqətən düzəliş var. Səliqəli yığılır, zövqdən yığılır, düzdür, yəni onundan misal üçün 5-i səliqəli, 5-i səliqəsizdir. O da mən deyərəm ki, eventlər sayəsində. Niyə? Baxırlar. Niyə? Əvvəl necə idi? Əvvəl eventlərə buraxanda eventdir. Pul və girişi belə salçaq. İndi maşınlar seçilir. Elə olmalıdır, əzizim. Nəyə görə sən gəlməlisən? Məcbur olur ki, o kolxoz kimi yığanda düzəltsin özünü. Düzəltməsə onu olsun maşına buraxılmır. Əvvəl necə buraxılmadı? Mən o qədər pul qoymuşam. Nəyi var sənin maşının? Mənə sual verir ki bizə. Biz də deyir ki, falan şeylər deyir. Dəyişir ki, kəndinizə ki, gəlir daxil olur. Mən o qədər sual verən var ki, mən atmışam, satın, Hyperdrive-da. Mənim maşınım neyi seçilmə və yaxud seçilər. Dedim ki, qardaş, sənin maşının nə var? Yəni, ona azı da olsa, onlar deyirsən, üzündən bilir. Sadə bir şey deyim, əzizim, səndə sadə bir şeydir. Yəni, mən öz adımı, mən götürmərəm səni. Mən də tədbir iştirakçısı olum, mən də istəyirəm ki, mənim maşınım, mənim tədbirimdə qəşəng maşınlar olsun, zövqlü maşınlar olsun, fərqli rənglər olsun, imkan daxilində. Əlbəttə ki, yəni biz bunu, mən qara, hamı deyir, bunun qara olsa daha yaxşı olur. Əzizim, qara 46 vardı, doludur, qəşəngləri də var. Bizim bilmədiyimiz rənglər də var. Bu çıxmaq lazımdır. Bu zavod standartdan çıxmaq lazımdır. Standartdan çıxmaq lazımdır. Vallahi xaricə baxırıq da, o ki burada deyirsiniz ki, filan maşın ancaq qara salonda, heç ad çəkmirəm. Qara maşın qara salon olmalıdır. Bir xaricə sonra baxın, görün xaricdə necə bir anlayış var, necə bir salonlar yığırlar, necə bir rəngə uyğunlaşdıran hansısa bir rəng salonu, ona baxmaq lazımdır. Da qardaş, elə eyni stildə, eyni şeydə oturub. Hamı da alan da ya yığır zavoda yığmağa nə var ki? Ya da ki, qardaş, zavod stilində bir şeydir, bir dənə də yüngü var, biraz nəsə də distəkə qoyur və salam. Qutardı getdi. Bizim Emil var ya, Audi sürən. O salonu görmüsən də sən. Maşallah, salamlayıram buradan. Tiffany. Çox gözəldir. Yəni, heç nə də yəni. Mən də şəxsən bəyəndirəm. O da tuningin belə deyək də ən üst levelinə çıxıb da. Çox qəşəng çıxıb. Salonu yəni 10 notda yəni. Çox qəşəng. Bəli, o əziyyət kimi olsun. Çox qəşəng əziyyət çəkir və çox pul qoyur. Bəli, çox həqiqətən. Hər dəfə baxırsan, hər il nəsə eləyir. Hər il nəsə eləyir. Diskin rəngini dəyişirlə, karbon detallar çoxdur və qıradan baxan, yəni yenə də deyirəm, yəni mən 20 minə geyib məsəl üçün falan bir maşın alaram, A-dan Z-yə sürərəm. Okey, ala bilərsən, sürə bilərsən, amma buna baxılan kimi diqqətli olmağın üçün, cəmiyyətdə, yəni ortalıqda olmaq üçün, yəni belə bir maşında daha qəşəngdir, daha zövq alırsan. Sadə maşın yəni şəhərdə valla çoxdur. Çoxdur abi. Kolxoz kimi yığılan maşınlar da çoxdur. O zövq, mən o zövq üçün baxmıram. Elə kolxoz maşını yığılan elə kolxozdur. Yəni zövq deyil. Zövq belə ola bilər ki, sən maşın rəngini sevə bilərsən qırmızı deyə ki, mən sevirəm məsələn mavi rəngdə. Sən salonu sevə bilərsən falan. Bu zövq başqa. Amma bir də var ki, bu adam zövq deyil, qardaş. O gedib 2-dən arxaya götürür məsələn 46-nın şeyini, deşir bagajını, bir də orada nə bilim götürür spoiler qoyur ora, adi şey. Onu orada deşib ora niyə qoyasan? Bu zövq deyil axı bu.
Bu yəni kolxoz tuninqdir də qardaş, bunun başqa variantı yoxdur. Biraz diqqət etmək lazımdır belə şeylərə. Zövq məsələsi olan bu diski yox, başqa diskinə qoya bilərsən. Bu zövq məsələsidir. Sən də anlayışın, mən də anlayışım. Mən bu zövqüm bu yox budur. Başqa. Amma da durub gedib bazara əlimə kimi pul alam, bir də maşından gedim girim bazara pul, onu, bunu hamısını yığım üstünə doldurum. Ortada bir şey yox. Çıxım deyim ki, məndən zoru yoxdur. Mənim maşıma niyə baxmırlar? Mən ora qəbul edirəm. Seçim, mən də pul qoymuşam da. Pul qoymağa düzgün qaydada qoymaq lazımdır. O yeməyi deyir, mən alam yeməyi, bitki yeməyi alam, yeyim. Kökənin biri var ki, o yeməyi sərgiyə ilə vaxtında yeyəndə insan orqanizminə ziyan eləmir. Əlbəttə. Həminki bir şeylərdir ki, diqqət etmək lazımdır. Emin, son olaraq verilişim sonuna gəlib çatırıq. Son olaraq belə deyim də, hamı verim suallarının biridir. Hər insan düşüncəsi də fərqlidir. Gənclərə nə kimi məsləhət verə bilərsən? Bu işə girmək istəyən, maşın almaq istəyən, bu tuning aləminə giriş eləmək istəyən, nə bilim, köhnə maşın, təzə maşın. Nə kimi bir məsləhət verə bilərsən ki, burada hamısı bəhrələnsin? Belə deyim də, mənim düşüncəmə görə, əgər sən bir maşını, avtomobili almaq istəyənsə, A-dan Z-yə aparsın, gətirsin, yəni, belə maşınlar deyil. Yox, əgər sən istəyirsənsə ki, diqqət cəmiyyətində olasan, diqqət cəmiyyəti nə deyil? Diqqət içində olasan da, yəni cəmiyyət tərəfindən diqqət cəlb edirsən. Cəmiyyət tərəfində olmaq istəyirsənsə, əgər sən belə bir maşınlar alırsan, ilk növbədə büdcəyə baxmalısan. Yəni, misal üçün, 2000-lərdə 46 var, 100.000-lərdə 46 var, misal üçün da, yəni, və ya hansısa bir maşın. Yaxşı maşın al, vuruğu zadı, yəni belə deyil, az olsun, yəni, və sənin zövqüvə görə, sənə əgər büdcən varsa, davam eləməyə də, yəni. Rəngin dəyişməyə, nə bilim, disk var 5.000-ə, disk var 100 manat. Orijinal bahadır, amma orijinaldır. Adı da üstündədir, yüngüllüyü var. Məsələn, mən buna Tayvan diskəkəri qoysaq, benzin sərfiyyatı çox olacaq. Bildin abi, disk sına bilər, amma orijinalda yəni düz qoysun hər bir şeyi. Benzin sərfiyyatı normaldır, yüngül də olur abi. Və ilk növbədə mənim məsləhətim yenə bayaq kimi, sevgimiz varsa, maşın yığmağı axıra kimi gedəcəksinizsə, yəni bir yerə qədər gedəcəksinizsə, yəni o yeri finişdirsə, gedin. Bitirin işinizi, kraskasıdır və yaxud salonudur. Hər şey dəyişilməlidir, imkan daxil. Hər şey dəyişilməlidir. Düzdür. Pis şeylərdən uzaq olmaq lazımdır. Bu ilk növbədədir. İşləyin, əziyyət çəkin. Yəni hamımız, yəni inanın Allaha, yəni əqqabımız imkan olmayıb əqqabı almağa. Yəni necə? Yəni 30 manat əqqabı verimiz, luki 100 manat verib radiator alın. Elə günlərimiz hamımızda var. Yəni olub. Var. Bu günlərdə də yəni yenə də var. Amma əsas olur ki, mənim maşınım deyir, mənim maşınıma dəymir. Mənim maşınım qəşəng olsun, zövqümə görə seçilsin və sevirlərsə eləsinlər, eləsin. Sevmirlərsə eləməsin. Yəni bunu axıra kimi, düz axıra kimi deyəndə ki, bir yerə qədərdir. Qutardı, yəni salon falan filan qutarırsa, sən ucu qutardın. Yox, yenə dəyişirsən, imkan varsa dəyişir, rəngini dəyişir yenə də. Yeniliklər elə də, Yenilik, diskin dəyiş, təzə başqa bir disk qoy, diska qoy, nə bilim, salonu yenə dəyiş, rulunu dəyiş, orijinal başqa bir şey qoy, nə bilim. Və digər şeylər əgər elə bilirsənsə, elə. Bu mənim öz fikrimdir. Evetlərə qatılsınlar, bizdən kömək lazımdırsa, biz hamımızın yanındayıq, kömək eləyirik. Təşəkkür edirəm abi sənə. Bu dəqiqə, yəni ha vaxt baxırlar, bilmirəm. Yəni gecə saat 2-dir. Gözlədiniz məni, var olun. Təşəkkür edirəm hamımıza. Sənə çox gəldin, dəvətimiz gəldin. Şükran abiyə təşəkkür edirəm ki, bizə belə bir şərait yaratdı. Allah kömək olsun. Məndən əzizim bu qədər. Yəni çox sevindim ki, yəni elə bir xatirəmiz var. Yəni yadda qalan... Əlbəttə yadda qalan, hələ inşallah ki, yenə də olacaq. İnşallah, əlbəttə ki, davam edəcəyik. Əziz izləyicilər, bugünkü verilişimizin sonuna gəldik. Hər biriniz var olun, çox sağ olun, izləyirsiniz, dəyər verirsiniz. Yəni həmişə də belə deyim, diqqətinizdə olsun, izləmədə qalın. Həmişəki kimi bugünkü verilişimizdə qonaqda Emin idi. Çox sağ olun, kanalımızı bəyənirsiniz. Şərh bölməsinə, yəni komment bölməsinə yazın. Gələn maşın nə olsun, kimin olsun, Hyperdrive-dan və yaxud tanımadığımız maşınlar varsa, yəni Kamranı inandıram ki, yəni onu köməkləyib çəkəcək. Amma yəni nəysə olsun da yəni maşında, yəni standart maşın almasın. Yəni bir əziyyət çəkilmiş maşın olsun ki, biz və yaxud bizim ətrafımız onun barəsində biz danışa bilək.
ən azından maşın olmasa belə, yəni bir insanın avtomobil sferasında əziyyəti olsun, o insan otursun burada, danışaq. Evet. Yəni mən dünən başlayıb bir diski qoyub gəlib oturub burada nəsə danışaram, yəni o biraz düz gəlmir. Yəni insan nələrsə eləməlidir. Çünki əziyyət çəkən insanlar burada danışdırılır. Bəli, bəli. Qiymət verilsin. Nə qədər yəni. insanlarımız var, danışacaqlar bizi. Danışaq, nə qədər insanlar var ki, maşın yığanlar var ki, inşallah indi hamısını növbə ilə çatdırıcıda çəkirik, paylaşırıq, işıqlandırırıq ki, görəsiniz. İnşallah görüşərik, inşallah çox Çox sağ ol, var ol. Sağ olun, salamat qalın. Sağ olun.